Belə əhd eyləmişəm ey bacı, cananım ilə. Ərşeyi kərb-i bəladə boyanam qanım ilə. Çünki bu cam-ı əcəldə şəkər o şəhdim var. Bu səbəbdən susuz ölməkliyə çox cəhdim var. Aləm-i zərridə canan ilə bir əhdim var. Varam öz eylədiyim əhd ilə peymanım ilə. Belə əhd eyləmişəm ey bacı, cananım ilə. Ərşeyi kərb-i bəladə boyanam qanım ilə. Bağışlayan və mehriban Allahın adıyla, dəyərli gənclər, dəyərli əzadarlar. Bax, hər axşam olduğu kimi bugün də vəd etdiyimiz vaxt xeymə önündə yenə evlərinizin qonağıyıq. Həm öz istəyimiz, həm sizlərin istəyi ilə mən dəyərli ilahiyyatçımızı, dəyərli qardaşımı, dəyərli dostumu, əziz Hacı Rəşad qardaşımı mən bir daha studiyamıza dəvət eləmişəm. Çünki bu mənim özümə də xoşdur və sizlərin də çoxlu salistənizi nəzərə alaraq. Hacı, xoş gəlmişsiniz. Hər vaxtınız xeyir olsun inşallah. Çox sağ olun. Allah sizi bu işdə müvəffəq eləsin inşallah. Və bütün tamaşaçılarımızı da salamlayırıq inşallah. Allah razı olsun və bizə ayırdığınız bu dəyərli vaxta görə mən sizə özlərin təşəkkürümü bildirirəm. Hacı, məlum ki, Məhərrəm ayıdır, Kərbəla günləridir və bu günlər müsibətli günlərdir. 1400 il öncə baş vermiş bir hadisə 1400 ildir ki, qəlblərdə cərəyan edir. İlbəil bu əzadarlıq yenilənir, təzələnir və bu yanğı, bu acı günbəgün insanların ruhiyyəsində çoxalır. Nəinki azalır, çoxalır. Və məlum ki, Kərbəla hadisəsi Həzrəti İmam Hüseyin əleyhissalamın adı ilə bağlıdır. Amma istəyərdim bugün bir qədər xəyalımızı aparaq Kərbəladan sonraki Əhl-i Beyt ailəsinin çəkdiyi dərdlərə, məşəqqətlərə bu verilişimizdə bir nəzər salaq. Bu barədə danışaq inşallah. Bismillahirrahmanirrahim və bihi nəstəin sallallahu ala seyyidina Muhammedin və alihi taala. Həqiqətən 14 əsr keçməyinə baxmayaraq Kərbəla hadisəsi günbəgün öz təravətini verir və günbəgün özünü göstərməkdədir. Bunun bir dənə səbəbi var. Səbəbi budur ki, orada olan İmam Hüseyin əleyhissalam və yar-ı ənsarının olan imanı 100%'dir. İxlası 100%'dir. Ona görə ta bunlar qiyamətə qədər də Peyğəmbər Əkrəm buyurur ki, qiyamətə qədər də davam edəcək. Kərbəla hadisəsindən sonra elə ki, İmam Hüseyin əleyhissalamı şəhid elədilər və ondan sonra hökm sadir olundu. Məhərrəmin 11-ci gecəsi, yəni Aşuranın axşamı. Bizdəki Şam-ı Qəriban kimi məşhurdur. Şam-ı Qəriban elə əsirlərə xəbər ki verildi, Kərbəlanı tərk edirik, onların tutduğu bir əzadarlıqdır. Ona görə deyirlər ki, Şam-ı Qəriban, o qəriblərin keçirdiyi gecə. Hökm sadir oldu və gəldilər, Həzrəti Zeynəb salamun əleyhaya xəbər verdilər ki, Kərbəlanı tərk edirik, Kərbəlanı çıxırıq. Və gəldim sizə kömək edin, bir bu cəmatı üryan dəvələrə, filanlara, minilərə savar edir. Həzrəti Zeynəb salamun əleyha buyurdu ki, xeyr, siz çəkilin dala, siz naməhrəmsiz, mən onları bir-bir özüm savar edəcəm. Yəni, Əhl-i Beytin İmam Hüseyin əleyhissalamdan sonraki müsibəti buradan başlayır. Və hamısını dəvələrə savar elədilər və gəldi özünə növbə çatanda, özü də bir dənə yatmış dəvənin üstündə əyləşdi. Dəvə qalxdı, xanım Zeynəb yıxıldı. Dəvə qalxdı, xanım Zeynəb yıxıldı. Yazırlar ki, üzün döndərdi Nəhr-i Əlqəmə tərəf. Buyurdu ki, ya axa, ya Abbas, əntəlləzi əxrəctəni min mənzili. Qardaş, sən məni evimdən çıxardardın, sən məni aparardın, sən məni gətirərdin. Amma indi burada vəziyyət belə bir yerə gəlib çatıb ki, mən bu dəviyə, üryan dəviyə savarlı ola bilmirəm. Və Əhl-i Beyt əleyhissalamı bir-birlərinə, zəncirlə, iplə bağlaya-bağlaya, bunların hamısı bir-birindən ayrılmasın deyənə üst tutdular, Şam'a tərəf üst tutdular.
deməli Kufə, Kufədən sonra Şamə tərəf üz tutdular. Və bu yol boyunda Əhl-i-Beyt əleyhimussalam çox əziyyət çəkdi. Yəni təsəvvür edin ki, əgər bunlar ki silsilə bağlanıblar, bir nəfər yıxılanda, taqətsiz olanda hamısı məcburdular yıxılmağa. Və Həzrəti Zeynəl Abidin əleyhissalam bu karvanın başındaydı. Həzrəti Zeynəb salamun əleyha qardaşı oğlu İmam Səccad əleyhissalamın halına çox yanırdı. Yəni İmam Səccad əleyhissalamı bir formada bağlamışdılar ki, bu əlini buradan gətirib və o biri əlini də arxadan gətirib bunu zəncirlə bağlayırlar. Və zənciri bir də belinə bağlayırlar. Ondan başqa dəvənin altından ayaqlarından bağlayırlar. Yəni belə bir vəziyyətdə Həzrəti İmam Səccad əleyhissalam o günləri danışır və o günlər ki, həddindən artıq çox bir pis xatirələrdir. Ta gətirirlər Kufə, Kufədən gətirirlər Şamə tərəf. İmam Səccad əleyhissalamdan soruşurlar ki, sizin üçün ən çətin söz, ən çətin iş harda oldu? İmam üç dəfə buyurur ki, Əş-Şam, 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 Şamda. Şamda elə bir hadisələr baş verdi ki, bizim alimlərdən birisi Seyyid Mürtəza Ələmül-Hüda Deyləmidən soruşur ki, İmam Səccad əleyhissalamdan bir dənə söz var. Deyirlər ki, onu Kərbəlada deməyib, Şamda deyib. O düz sözdür, deyir, bəli, düz sözdür. Hansı sözdür İmam Səccad əleyhissalamdan buyurulan söz? Deyir, elə ki, bizi apardılar Şama, bizi 3 gün, 3 gecə Şamın darvazasında, dəvələrin üstündə gözlətdilər, şəhərə bəzək vurdular, bizi o müsəlman olmayan məhəllədən apardılar və həmin orada bizim başımıza kül atırdılar. Daşla vururdular, taxta ilə vururdular, dəmirlərin arxası ilə vururdular, bizi və miniklərimizi. Orada bir hadisə olur. İmam Səccad əleyhissalam baxdığı vaxtda, İmam Səccad əleyhissalamın xanımı, İmam Həsən əleyhissalamın qızı, Həzrəti, onun adı Fatimədir, Fatimə, bir dənə əstərin üstündə, əstər qatıra deyirlər. Yəni dəvə döyür, ulaq döyür, at döyür, əstər bir dənə əstərin üstündə İmam Səccad əleyhissalam, İmam Baqir əleyhissalam da qucağında, 4-5 yaşında qucağında. Bunlar götürürlər, bir dənə daşla vururlar, daş dəyir heyvanın başına. Heyvanın başına dəyəndə heyvan başlayır yerində oynaqlamağa. Bu vaxtda İmam Səccad əleyhissalam görür ki, həmin bu Fatimə həm uşaqdan tutub qucağındakı uşaq yerə düşməsin, heyvanlarını ayaq altına, həm hicabını başında saxlayıb. Yəni, giriftar bir vəziyyətdə qalıb bu miniyin üstündə. İmam Səccad əleyhissalam ki, ləm təlidin ummi, ey kaş anam məni doğmazdı. Ey kaş anam məni doğmazdı. Və İmam əleyhissalam olan xatirələrindən danışır, buyurur ki, bizi həmin o xaricilər yaşayan yerdən ki, aparırlar, yəhudilər yaşayan yerdən aparırlar, bizim başımıza kül atırdılar. Və mənim də əlim qolum bağlıydı. Külün biri düşdü mənim əmmaməmə. Əmmaməm yandı, başım yandı. Amma əli qolum bağlıydı, bir şey eləyə bilmədim. Yəni, bu cür acı bir xatirələrlə gətirirlər. Əhl-i Beyt əleyhimussalamı yerləşdirirlər bu Şamın xərabəsinə. Əslində, əgər vaxtımız olsaydı, biraz geniş deyərdik ki, genişdir vaxtımız. Bəli. Şamın xərabəsi deyəndə, Şamın xərabəsi bir yer idi ki, Muaviyyənin sarayının yanındaydı. Muaviyyə həmin orada bir dənə saray tikmək istəyirdi. Gəldi, saray bir dənə qoca bir arvadın evinə düşdü. Və nə qədər elədilər ki, bu arvaddan alsınlar, arvad evi satmadı. Satmadı, istədilər güc tətbiq eləsinlər. Muaviyyə dedilər ki, yox, sən güc tətbiq eləmə. Elə bu sarayı gətir, orada o künc tərəfində bilinsin ki, bura yəni tikilməyib də. Yəni tikilib, amma ki, o dördkünc formada, kvadrat şəklində tikilməyib. Soruşsalar, niyə belə? Desinlər ki, bura bir dənə arvadın evinə düşmüşdü. Muaviyyə də çox həlim adam idi, daha qoymadı ki, o arvadın əlindən çıxsın. Yəni, onun mərhəmətli olmağını təqdim etməkdir. Bəli, ondan ötürü idi. Və bu Şamın xərabəsi ki, deyirlər, həmin o ev ki, xarabalığa dönmüşdü, həmin onun tavanı yox idi, divarların arasından yel gəlirdi və bu Kərbəla hadisəsi də baş vermişdi təxminən payız aylarının əvvəllərinə və İmam Səccad əleyhissalam buyurur ki, gecə başımıza günəş düşürdü. O günəşin təsirindən biz günüzləri çətin keçirdirdik.
Axşam da paltarlarımız nazik idi. O daşların arasından ki külək gəlirdi, bizi soyuqdan dözə bilmirdik. Biz bir neçə dəfələri bu olmuşuq da, günüzlər isti olur. Bəli. Bu vəziyyətdə çox pis bir vəziyyətdə yaşayırdıq və bizi həmin orada saxlamışdılar və bizim də üstümüzə qoyulan gözətçilər, onlar ərəb deyildi, xarici idilər və mən onların dilini bilirdim. Bunlar tez-tez gəlirdilər ki, bir-birlərini əvəz edirdilər növbələrini. O əvəz eləyəndə bir günləri, o axırıncı gün ki, o gəldi, bizim orada axırıncı günümüz idi onların nəzərində. Gəldi ki, axı bunları biz nə vaxta qədər burada gözlətdirəcəyik, saxlayacağıq. Bunları nə vaxt bunlara görə biz avara olmalıyıq. O gələn dedi ki, məndə bir təzə xəbər var. Bu gecə, gecənin bir aləmi. Bu xarabəni bunların başlarına uçurdacağıq və yerini də düzəldəcəyik. Bunların tarixi buradan bağlandı. İmam Səccad əleyhissalam buyurur ki, o günü mənim bacım Rüqəyyənin canı bizə nicat verdi. Allah. O gün idi ki, Həzrəti Rüqəyyə salamun əleyha yuxudan ayıldı və bibisi Zeynəbə xitab elədi ki, bibican, atam hanı indi buradaydı, gəlmişdi, mənə söz verdi, aparacağım səni. Atamı istəyirəm. Ta Şamın xərabəsindən ahı fəqan, ya Hüseyin səsi qalxdı, asmana qalxanda Yezid məlun yuxudan ayılır və o mübarək başı göndərir və o başı gətirib Rüqəyyəyə verəndən sonra Həzrəti Rüqəyyə salamun əleyha baxır ki, yəni bu atasını istəyirdi, amma burada belə bir məsələ yoxdur, atadan xəbər yoxdur və gətirirlər bir dənə örpəyin altında, təbəqin üstündə gətirirlər bu mübarək başı, qoyurlar qızın qabağına. Ta Rüqəyyə salamun əleyha götürəndə iki əli ilə üzünə vurur və Əllamə Əmini rəhmətullah aleyh buyurur ki, gücü çatmadı yaralı başı götürə. Bir əlin qoydu sağ tərəfinə, bir əlin qoydu sol tərəfinə. Əyildi dodaqlarından öpdü atası İmam Hüseyin əleyhissalam. Ki, bu Şamın xərabəsi, bu Əhl-i Beyt əleyhimussalamın getdiyi yollar Əhl-i Beyt əleyhimussalama çox zülm olub. Yəni, yollarda olan danışıqlar, yollarda olan söhbətlər həddindən artıq çoxdur. Yəni, tarix bunları yazır ki, kimlər gəldi, kimlər müraciət elədi, kimlər Peyğəmbər ailəsinə sədəqə gətirdi, kimlər onlardan dua istədi, nə bilim, Ümmü Həbibə ilə rastlaşdılar və s. Ki, İmam əleyhissalam bu yolda Əhl-i Beyt əleyhimussalamı ta gətirib Şamın xərabəsinə qədər çatdırdı. Ondan da sonra Həzrəti Rüqəyyə salamun əleyhanın şəhadəti və ondan da sonra Yezid gördü ki, bunları nə qədər çox saxlasa, tarix onun əleyhinə yazır. Odur ki, göstəriş verdi ki, bunları hara istəsələr Mədiniyə çatdırın. Hacı, mən çox üzr istəyirəm, verilişimizin axarına yaxınlaşırıq. Bir sonuncu sual da ünvanlayayım inşallah. Hacı, niyə məhz xanım Zeynəb salamullahi əleyha ömrünün sonunu Şamda tamamlamaq istədi? Bilirsiniz, müxtəlif versiyalar var bunun barəsində, amma ən güclüsü Zeynəb Beşikdən Qəbri adlı kitabda Seyyid Kazım Qəzvininin yazdığı bir mükəmməl bir kitabdır. Həmin orada araşdırmalarında bunu deyir ki, Əbdullah ibn Cəfər, xanım Zeynəb salamun əleyhanın əri ki, bütün ticarəti filanı hamısını köçürmüşdü Şama. Ona görə də onlar məcbur idilər Şamda qalmağa. İkinci bir cəhətdən də ki, mənəvi cəhətində baxanda Həzrəti Rüqəyyə salamun əleyha idi ki, məsələn, xanım Zeynəb salamun əleyhanın ona və yaxud Əhl-i Beyt əleyhimussalamın ona xüsusi bir önəmi var idi, filanı var idi. Həm Abdullah ibn Cəfərin orada köçməsi, həm xanım Rüqəyyənin orada Şamda dəfn olunması ki, tarix belə gətirdi ki, Həzrəti Zeynəb Kubra salamun əleyha da orada dəfn elədi. Bir şey dedim ki, neçə dənə versiyalar var ki, xanım Zeynəb Şamda deyir, başqa yerdədir, ya Misirdədir, ya başqa yerlər deyirlər. Amma yox, bizə tarix bunu, yəni bu günləri təhqiqat olunmuş tarix bizə göstərir ki, Həzrəti Zeynəb salamun əleyha elə Şamda dəfn olunur. Hacı, Allah razı olsun, təşəkkür edirəm. Və dəyərli izləyicilərimiz, mən dəyərli Hacı Rəşad qardaşıma öz dərin təşəkkürümü bildirirəm. Hacı, sonda bir neçə kəlmə, yəni bu günlər dua günləridir. Siz dua eləyin, biz amin deyə inşallah.
Allah inşallah İmam Hüseyin əleyhissalamın hörmətinə xatir, bu əzasına xatir, İmam Hüseyin əleyhissalamın ehtiramına xatir, bütün xalqımıza, gənclərimizə, möminlərə öz bərəkətini nazil eləsin. İlahi amin. Allah bütün xəstələrimizə şifa versin. Allah Mövlamız, ağamız, İmam Zamanın zuhurunu təcil eləsin. İlahi amin. Və bu əzadarlıq üçün çəkilən əziyyətlər hər yerdəki məscidlərimizdə əzadarlıq olur, şeniyələrdə əzadarlıq olur. Allah Teala bunları öz dərgahında ali dərəcədə qəbul eləsin. Amin ya Rabbil aləmin. Çıxanda canım Hüseyin, bir dəqiqə lütf edəsən. Bir ömür səsləmişik, can verəndə baş çəkənsən. Ölən zamanda ağa gözlərim qalar qapıda, o qədər gözləyərəm, başım üstünə gələsən. Dəyərli izləyicilərimiz, dəyərli əzadarlar, sabah elə günün bu vaxtına qədər sizlərdən ayrılırıq. Sağ olun, salamat qalın.